Salam, hər vaxtınız xeyir olsun. Demək, keçən dərs mən izahda, Codera'da 3.6-da 75 və 79-un izahında qaldım. 75-də yəni izahı verirdim sadəcə olaraq variantda tapmadığım üçün onu yarımçıq saxladım. Dedim, bəlkə yanılıram, ancaq qoy tam şəkildə onu izah edim. Deməli, bunu keçən dərs izah etmişdim, ancaq yarımçıq qaldı. Çünki variantda o halı görməmişdim. 7 mənzil var və hər mənzil 7 bitlə kodlaşırsa, deməli bizim 7 bitlə kodlaşan mənzil sayımız nə qədər ola bilər? 207, 128, yəni 128-dən çox mənzil ola bilməz. Hətta 128-dən çox mənzil sayı ola bilməz. Deməli, bax, görürsünüz, burada da cavabda 128 olmadığı üçün mən izahımı yarımçıq saxladım. Ancaq gəlin biz tamamlayaq. Yəni, bu maksimaldır. Minimal isə nə qədər olacaqdır? 7 bitlə biz nəyi kodlaşdıra bilirik? 60, artıq 64-ü 6 bit kodlaşdırır. Deməli, 65-i kodlaşdırırıq. 65 ilə 128-ə qədər olan ədədləri bilirik ki, yəni simvolları 7 bit kodlaşdırır. Deməli, əslində burada cavabda 65 və 128 olmalı idi, ancaq cavab yoxdur. Daha sonra bir də 79-da nəsə əslində rahat bir tapşırıq idi, o nəsə yorğun halıma düşdü. Buna görə bir daha izah vermək istəyirəm. 3 hərfdən ibarət belə deməli söz düzəldirik. Bu hərflərdən istifadə edib B hərfi mütləq iştirak eləməlidir və neçə dənə belə söz alınar, onu soruçur. Birinci, biz bütün halları həmişə riyaziyyatda, digər tapşırıqlarda işlədiyimiz kimi necə eləyirdik? Yəni 1, 2, 3, 4, 5, 6 halı burada yazıram, burada yazıram, burada yazıram. Bu da eləyir 6 buraq, 6 buraq, 6, bu da 216 eləyir. Deməli 216 hal bütün yəni bu hərflərlə düzələn hərfimdir, yəni belə deyim sözümdür. İndi isə B-nin iştirak etmədiyini götürək. Yəni B-nin iştirak etmədiyi olsa 5 hal burada, 5 hal burada, 5 hal da burada olacaqdır. Yəni bu da 125 eləyir. 5 vur 5 vur 5. Bu da 125 eləyir. 125. Bax bunlar, bax bu iştirak edən bütündür. Bu isə B-nin olmadığıdır. Yəni biz B-nin olmadığını bunun içərisindən çıxsaq, B-nin olduğunu 125, B-nin olduğu sözü taparıq. Altdan 5, 1, 10'da 2, 91 hal mövcuddur. Bunu mən izahda verməmişdim. Ona görə yenidən izah vermək istədim. Sağ olun.